Salam aleyküm dostlar. Salam aleyküm dostlar. Bugün sizlerle Rise of Kingdoms videosu çekirik ve şəhərimin sıfırlanması hakkında bazı şeyler danışacağım. Aha, indi isə sizlə şəhərimi kimi sıfırlar, niyə sıfırladı? Onları danışacağıq. Bəli, bir geçit savaşı keçirdik. Bununla mən 70k orduyla çıxaraq bəzi qəşəng raporlar da aldım. İndi sizə onları göstərəcəm. Qəşəng raporlar aldım. Ancaq bu raporların bir qarşılığı da gəldi. Ondan sonra kral, yani en güçlü birlik diyek buna. En güçlü birliğin bir üyesi yani adamı gəlib bizi sıfırladı. Yani məni sıfırladı, tək başqalarını yox. 700 gücdən düşmüşəm 655'ə. 45k itirdim. Yani belə də, yəni 78k askerim var. Buradan da VIP'den de her şeyi alırım. Kaynaklı olanları alırım. Ve belediye binası 14 seviyede 15 eləyəcəyik. Bakın olur ki 15 eləyək. Buradan da kaynakları alırıq ki tez dəfə kimi olmasın. Yəni bütün qaynaqları mən işlətmişdim. Yəni bura məsələn 5 milyon, bura 7 milyon, bura 13 milyon idi. Bura isə 8 milyon idi. Ancaq həmin o məni sıfırlayan gəldi, bütün qaynaqlarımı yağmala da apardı. Ona görə də şey, yəni ancaq depoya yığır ki savaş olanda sadece 15 lira. Burada böyle. Aha. Neydi? Yardımlara da bırakıyor mu? Şimdi buradan da buna katılaq. Görün desteği geldi. 2 dəqiqə. Sınırsız ne kadar götürebilir ki? 69. Gidebilir ya. Yok. Əşyofa gedənlərik. İndi gələ hələ yeni barbar çıxıb 17 səviyyə. Çətin bir şey olar. Çox çətindir məncə. Əşinəsi gün batma kanunundan da uduzsaq da, baxın uduzduq, amma yenə də ödüller gəlir və altın anahtar, kristal anahtar da gəlir. Bir də yenə uduzduq, amma material gəldi. Ekipman daha doğrusu. Demir cevheri üst düzey 5 dəqiqəlik və 1000 XP kitabı. Aha, burada da uduzduq. Ancaq çox qəşəng şeylər gəldi buradan da. Baxın, dəri üst düzey, ekipman, malzemə sandıqları üst düzey. Bəli, yəni belə nə deyim. Mən sizə ondan danışacaqdım.
Gölge Lejyonu. Hə, Gölge Lejyonu. Bəli, səbəbsiz bir yerə zəng gəldi. Səbəbsiz gəlir ki, yəni qrupa zəng gəldi. Qrupa niyə zəng gəlir onu bilmirəm. Baxacaqsan nə olur ki? Aha, mən sizə danışacaqdım. Komutanlara baxaq. Bəli, bu komutanlarımız var. Baybars aldım. Herman aldım. Daha doğrusu onu oyunun başlarında almıştım. Və mədəniyyətimizi mən dəyişəcəm. Üç nolu nədir? Hardan girdi ama? Ayda ona hardan girdi? Ha buradan ha. Şehrinde eğitimi süren kitap bulunmamalıdır. Aydın'da ben bu kadar hızlandırma var yani. Ayda. Bir daha bu birlik karesi yok. Ha, şehrimizde çok kale var. Nerede bunlar? Belediye binası. 11'den 15 seviyeli, ondan sonra 16 seviye, sonra ekipmanlar düzeldip yeniden yeni bir şey savaşına çıkacağız. Kesit savaşına. Onda siz yani abone olsanız, indi bir dakika her bakan abone olsa, onu da canlı yayına gələ bilər. Yani 10 abone lazımdır. 7 abone bir dakika. Onun için 3 nəfər, son 3 nəfər abone olun. Həmin gün canlı yayın açırıq. Neştini? Orada yani savaşlarımız olacak. Sual cevap da olacak. Bakın birliğimizin gücü budur. Ama bu birliğin gücü bizden de çoktur. Vietnam 106 milyon dolardır. 87 milyonlardır. Dolardır. 87 milyon dolar bizidir. Bakın bu geçit savaşı. Niye? Niye biz bunu uduzduk? Yani biz bunu uduzmamalıydık. Təəssüf ki biz bunu uduzduk. Ve buradan bayraklarla olan bütün bağlantımızı kesmişler. Bakın bayraklar böyle. Burada bir bayrak var idi. Bir de burada bir bayrak var idi. Bu bayrakla da o bayrak birleşmişti. Ve buradan bayraklarımız birleşmişti ve gelmişler buradan neden? Ay daha ne dedim? Ha. Bağlantısı var idi. Burada birleşmişti. Yani bütün bir bayrak yerinde. Ama oradan bayrak bağlantısını kestiler. Biz de buradan təzədən inşa elədik. Ben de şehrin buraya getirdim. Bakın burada Vili diye bir vali var. Bu vali 1900 neydi? 1.989.000 idi. Ama onu da 1.5 milyona indirdiler. Ondan sonra o da təzədən qalxdı həmin vəziyyət getmək. Aha. Buradan bir bezleri gördüm. Ben indi size o beşli kararımda diyeyim. Bundan sonra savaşlarda son tuzu Bjorn Iron'a sahip çıkacağım. Ve başka bir ikinci kıtada lazım olsa Cao
Lohara çıxacağım. Qutu olaraq. Yəni, bu qutularla mən düşünürəm ki, yaxşı bir nəticə qazanarıq. Nəticəmiz məncə çox yaxşı olacaq. İndi ikinci səviyyə kara kupası gəldi və indi isə mənim şehrimi necə sıfırladılar? O sualın cavabı, baxın, bu posta deyilən yerdədir. Baxın. Garcia. Bunu mən sıfırladım. Heç bir birliklə bağlantısı yox idi. 1510 ölü verdim. 5022 ağır yaralı verdi. Gözetleme kulesinin hasarı 5000 idi. Leş puanı ona 2000 getdi. Mənə 5000 gəldi. Bu heç barbarlar da var. Bakın. Bu heyvan. Daha doğrusu ne diyeyim bilmirəm. 12K mənim 12K mən göndərmişdim. Yox, hayır. Hə, 12K mənim şehrimdə var idi. Qalan bütün qitalarda toplamaya göndərmişdim. Bakın, bu gəlib mənə saldırır. Ya buradan da yenidən saldırıb mənim kaynak toplama yerimə və bu qədər kaynağım gedib. Hər kaynaqdan 500K, 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 200K. Yəni niyə getməlidir bu? Niyə? Niyə saldırır mənə? Özü ilə danışdım. Kaynaqları dedi ki, verməyəcəm. Yəni niyə bilərdim? Həm gücü məndən çoxdur, həm də XX62-dədir. Krallığın ən güclü birliyindədir. Baxın, kaynaqlar gedir. Tappa-tapla gedib. Mən niyə bilərdim ki məndə? Baxın. Hər raporda 500K kaynaq gedib. Görürsünüz, 131K. Altınlarım hamısı gedib. Ondan sonra da buradan burta saldırır. Yani bilmiyorum da niye eləyib. Ne için eləyib. Ölüsü falan olmayıb mı bunun? Bu neyse bir şeydi. Şehrime saldırıp ölüsü olmuyor. Şehre saldıranda ölü olmalıdır ya yok. Olmalıdır. Ölü 610 ölü verip var bundan. 0 ölü burada. Heç ne de yani ne yiyebilirdi orada. Bakın bunun birliği buradadır. Bizim üst tərəfimizdə. Mən bunlara nəsə eləsəydim, mən də öldürərlər də. Birliyimizi bitirərlər. Baxın. Siz heç bu boyda birliyə çaşarsınız bilərdim, mən yorumlara yazın. 2 kale qurublar. Hər tərəfə də birlik bayraqlar atıblar. Mən nə edə bilərdim buna? Onu şey siz düşünün. Siz düşünün nə edə bilərdim? Videonun ayrılmasaydı bile koydu. Eşi biraz açık alanlar böyle. Aa yok ya. Uzar. Aha indi buradan.
Biraz kaynak lazım. Yani fitebilir. Aha, bura nedir? Ay, bura da çok değil. Bura azdır. Ay, bu nedir? Et var değil mi? Bura girək. Yox, aman ağay. Bir də ümidimiz ortadakilərdir, o da ki, var. Aha, ücretsiz çevirdik. Şöyle indi. 32 seviye şey var. 77k. Bunu yener ya, yener. Aha, bunu yendi. Aha, çok da qəşəng bir gəlmədi. Lazım değil. Yenə bilməliyəm, mən ona görə qorxuram. O şansımızla bir dəfə vurmaq şansımız qalıb, onu da şey itirərik də. Ayda bu nədir? Bunların niye hamısı güclüdür? Ayda. Aha, bu gücsüzdür. Buna vura bilərdik, amma vurmayacağım çünki o şansımı da qəşəng bir kaynağa həcəmək istəyirəm. Gəldik buna. Bunda da bu əsgərlər çoxdur. Bunda lap çoxdur. Bunda çoxdur. Bunda olmayacaq. 3-4k alacaq. 8k. Yaxşıdır ama kaynaq azdır. Aha, indi baxın. İndi sizə göstərəcəm. Görürsünüz. Bu ticarət aşamasında daha fazla kafirləri yağlayamazsın. Yağlayıb şey edemezsin. Yani yağmalayamazsın. 7 kristal anahtarımız var. Onda 16 seviye olduktan sonra Handan atarız. Hardan alabilir? 2 gün boyunca barbarlara 15 kez yen. 2 gün boyunca giriş yap. Barbarlara 15 dəfə yenək. Yani. Her gün hem de şey yeriydi. O AP yani. O birlik şeyin. Birlik neydi? Eylem puanın. 32k piyade üretmişik. Hay.
70K'dırsa bu əsgərimiz 60K kimi onu hesablayaq. Onu 80K kimi hesablayaq. 25 çıxar. Aha 25. Qəşəng 25'dir. Yox, Lohan'dan başqa özüm çıxar. Aha. İndi buradan mənə hafif süvarilər. Ancaq süvari çıxar buna. Hafif süvarilər var. 25'də. 25 bura. $52 kaldı. 25 de bura. Şimdi bir daha da 25 bura. Lohar arkası bu. Aha, indi bunları da kesək. İndiden hər yerdən barbarlar çağırıram ki, ondan sonra da bir də çağırmaq qalmayaq. İndi bir daha da onluq çağıraq. Acaba 13'lü yenək. 13'lü indi yendik. Ondan sonra da kesəcək 12'yə. İndi də keçdik 12'yə. İndi görməli nəslər qalır. Aha 5'lər var. Şimdi olmalı da 12'dən. 13 olub ha. Aha indi bunu bir daha yenək. Bildiriler çağırılır. Aha indi buradan bir daha bildiriş gəlib və efsanevi kafileye son bir. Allah efsanevi kafile. Oy 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 oy. Bu nədir? Bu necədir sənin üçün? Bu nədir valla? Oy nə? Valla bir dənə var ha. Bir dənə də loha. Allah vəssalam indi çatan gəlsin. Vəssalam. Allah indi buradan mən udmasalar. Yəni udmasalar onda Allah helli.
15 seviye ulaştırmalarım o senin 15 seviye yedim. Ay hey 15 seviye yedim diye demişken. Ne de ama 15 seviye nasıl yedim ya. Hayda. Bir de ay yok ya. Ay buradan da canım hadi. Aha. İndi ise kaynak gönderip kaynağa askerler gönderip daha doğrusu ondan çıxırıq. Biraz da gönderək. Daş toplamağa gönderək. Yox. Nasıl acil kaynağa ihtiyacı olursa haber verir. İndi mən bundan geçək bir də kaynak kopardıram ha. Sənin mənə axı sıfırlamışlar. İndi mən ondan bir də taktik edeyim. Alım bir də bundan kaynaklardan zaten. Gedim də. Ala yazın merhaba merhaba. Merhaba. Beni sıfırladıkları için kaynaklarımı aldılar. Belediye binasını yükseltemiyorum. Lütfen bana elinden ne geliyorsa kaynak. 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 Gönderebilir misiniz? Yine bunu kopyaladık. Şimdi seçiştik bura. Da 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 da. Allah çok zor şeyler yakın sen. Bunlardan ne kaynak kopardacağım geləcəm. Gel hadi. İndi. Videomu bağlayırıq. Kaynaqlara da əsgərlər göndərdik. Yaxşı əsgərləri görmədilər. Aha, indi isə oyundan çıxarıq. Sağ olun. Görüş aradık. Sağ olun.